Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Ekrana yaxın əyləşin. Ən son məlumatı diqqətinizə çatdırıram. Ayrılıktan yana kaç şarkı varsa hepsini bu akşam çal benim için. Tüm zarar ziyanın hesabı bende. Birkaç sitem daha kal benim için. Tüm zarar ziyanın hesabı bende. Birkaç sitem daha kal benim için. Yəqin ki, bu səs hər birinizin qəlbinə yol tapdı. Elmir Qəhrəmanov istedadlı, səsi və sənəti ilə seçilən bir gəncdir. Onun səsi, ifası bir çox insanın qəlbində yol tapıb. Lakin təəssüf ki, bəzən insanın ətrafındakı yanlış çevrə və zərərli vərdişlər onu uçuruma doğru sürükləyə bilər. Elmiri bu vəziyyətə salan nə onun istedadıdır, nə də ki, niyyəti. Onu çətin günə salan bəzi məsuliyyətsiz insanlar və narkotika bəlasıdır. Narkotik maddələr təkcə bir insanı deyil, bütöv bir ailəni, cəmiyyətin həyatını məhv edir. Bu bəla gənclərimizin gələcəyini oğurlayır, arzularını yarımsıq qoyur. Biz Elmirin səsinin itib batmasını istəmirik. Biz bir istedadın məhv olmasına göz yuma bilmərik. Elmirə inanırıq. İnanırıq ki, o düzgün yolu seçəcək, səhvlərindən nəticə çıxaracaq və yenidən ayağa qalxacaq. Biz bugün gənclərimizə səslənirik. Narkotikaya yox deyək. Biz ətrafdan uzaq duraq. Gələcəyimizi öz əlimizlə məhv etməyək. Elmir, biz sənin yanındayıq. Sən yetər ki, düz yoldan ayrılma. Sən yetər ki, iradəli ol və özünü qoru. Sənətinə sahib çıx. Çünki bu səs bu xalq üçün dəyərlidir. Unutmayaq. Hər bir insan səhv edə bilər. Amma ən böyük güc səhvdən dönməkdir. Diqqətiniz üçün minnətdaram. Allaha əmanət olun. Sağ olun.